Salam dəyərli izləyicilər, hamınızı xoş gördük. Bugün sizinlə yaz mövsümünün sevilən börəyi, həm üst, həm də alt qatları tək-tək, vərəq-vərəq sayılan, üzəri xırçıltılı, içərisi yumşaq, şirəli, çox ləzzətli ıspanaqlı börəyin hazırlama qaydasını bölüşürük. Sizdən ricamız izləməyə başlamamışdan qabaq 1 saniyənizi ayırıb videonu like edərək bizə dəstək olun. Like edən əlləriniz var olsun. Hazırlayacağımız börəyin xəmiri sadəcə un, duz və sudan ibarətdir. Mayasız xəmirdir. Bura bir xörək qaşığı üzüm sirkəsi də qatırıq. Sirkə xəmiri kövrək eləyir. Nəticədə börək daha da gözəl alınır. 400 ml ilıq su götürmüşük. Üzərinə bir xörək qaşığı sirkəni və 1 çay qaşığı duzu əlavə edib qatırıq. 650 qram da, yəni 200 ml stəkana 5 stəkan ərənmiş un götürmüşük. Hazırladığımız suyu unun üzərinə əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğururuq. Əgər sizin əlinizin altında sirkə yoxdursa və yaxud da sirkədən çəkinirsinizsə, baxmayaraq ki, sirkədə çəkinəcək bir şey yoxdur. Əksinə təbii bir məhsul olduğuna görə orqanizmimiz üçün faydalıdır. Amma yenə də qatmaq istəməsəniz, onu qatmaya bilərsiniz. Amma yumşaq xəmir yoğurun ki, nəticədə börək də yumşaq kövrək alınsın. Onu da deyim ki, kanalımızda bundan əlavə bir-birindən gözəl, ləzzətli, yumşaq, kövrək börək reseptləri var. Sadəcə bizim kanalda olan özümüzə məxsus reseptlərdir. Təəssüf ki, çox izləyicilər aktiv olmadığından, aktiv videolarımızı bəyənən izləyicilərdən təbii ki, Allah razı olsun. Amma videonun bəyənməsi az olduğundan, video nə qədər gözəl olsa da, gözəl reseptlər olsalar da, YouTube onları göstərmir. Ona görə də xahiş edirik, aktiv olun. Xəmiri bir araya topladıktan sonra dəzgahın üzərinə un səpib, onu biraz da dəzgahın üzərində yoğururuq. Daha sonra yoğurduğumuz bu xəmiri biri digərindən bir qədər böyük olmaq şərti ilə 2 hissəyə bölürük. Böyük hissəni börəyin alt qatı üçün 14, kiçik hissəni isə börəyin üst qatı üçün 12 hissəyə bölüb kündəliyib yığırıq. Əgər fikir verirsinizsə, xəmir yumşaqdır, qaldıqca da özünü salır, ələ və dəzgahın üzərinə yapışır. Ona görə də dəzgahın üzərinə bir azcıq un səpirik ki, xəmiri rahat şəkildə hissələrə bölüb kündəliyib yığaq. Ona görə də qeyd edirəm ki, çox undan istifadə eləməyin. Xəmir bərksə, börək də bərk alınacaq. Onu da qeyd edeyim ki, kündələri çox iri tutmuruq. Məsələn, biz börəyi 32 cm soba listində bişirəcəyik. Ona uyğun olaraq kündələri 35 qramlıq eləyirik. Yuxalar nazik olmalıdır ki, börək yumşaq alınsın, sərt olmasın. Kündələrin hamısını tutduqdan sonra ilk tutduğumuz kündədən başlayaraq bir-bir kündələri balaca nimçə və yaxud da nəlbəki ölçüsündə mərdanə ilə biraz açıb videodan gördüyünüz şəkildə dəzgahın üzərinə yığırıq. Börəyimizin alt qatı üçün 14 kündəni bu şəkildə açdıq. İndi açdığımız kündələri bir-bir nimçənin içərisinə yerləşdiririk. Götürdüyümüz 250 qram yumşalmış kərə yağından əlimizlə təxminən 1 çay qaşığı qoparıb, yayılmış xəmirlərin üzərinə hər tərəfə bərabər miqdarda çəkib, onları üst-üstə yığırıq. Lap üst qata qoyduğumuz xəmirin üzərini hələ yağlamırıq. Əgər istəsəniz, yarı-bayarı kərə və bitki yağını qatıb da çəkə bilərsiniz yuxaların arasına. Yazın görək, bəs siz hansı börəyi və yaxud da börəkləri xoşlayırsınız? Sizin evinizdə sevilən börək hansıdır? Tez-tez hazırladığınız börək və yaxud da hansı içlikli börəyi xoşlayırsınız?
Hamısını hazırladıktan sonra üzerine streç çekip soyuducuya qoyuruq. Biraz gözlədirik ki, özünü tutsun. Və qalan 12 kündəni də börəyin üst qatı üçün eyni bu qaydada hazırlayırıq. Börəyimizin üst qatı üçün də yaydığımız kündələri üst-üstə qoyub üzərlərini yağlayırıq. Ən sonuncu kündəni yerləşdirdikdən sonra onun üstünü yağlamırıq. Üzərinə streç çəkib bunu da qoyuruq soyuducuda. Biraz gözlədirik ki, özünü tutsun. O vaxta qədər biz içliyi hazırlayırıq. Börəyin içliyini hazırlamaq üçün 5 dəstə şomu, yəni ıspanaq, 2 balaca dəstə göy soğan və 1 dəstə kəvər götürmüşük. Göyərtiləri təmizləyib, axar suyun altında tərtəmiz yuyub, pambıq parçanın arasında qurutmuşuq. İndi əvvəlcə ıspanaqları doğrayıb geniş bir ləyənə yığırıq. Götürdüyümüz göy soğan və kəvəri də ayrıca doğrayırıq. İçliyə həmçinin 1 ədəd yumurta və 200 qram kəsmik, yəni duzsuz şor da qatacağıq. Amma ondan öncə doğradığımız ıspanağın üzərinə 1 çay qaşıq duz əlavə edib onu əlinizlə yaxşıca ovub azaldırıq ki, börəyin arasına daha çox ıspanaq geçsin. Ardınca şomunun üzərinə doğranmış göy soğan və kəvəri, 200 qram kəsmik, yəni duzsuz şor, 1 ədəd yumurta və zövqə görə qara istiot əlavə edib bunları qarışanadək yaxşıca qatıb içliyi hazırlayırıq. Əgər siz istəsəniz kəsmiyi pendirlə və yaxud da şorla da əvəz edə bilərsiniz. Yağlayıb üst-üstə yığdığımız xəmirləri soyuducudan çıxarırıq. Qeyd etdiyim kimi biz börəyi 32 sm-lik soba listində bişirəcəyik. Bunun üçün əvvəlcə soba listinin dibini və kənarlarını yaxşıca yağlayırıq. Daha sonra börəyin alt qatı üçün hazırladığımız xəmiri nimçədən ayırıb onu tərs çeviririk. Alt hissədən əlimizlə genişləndirərək geniş açırıq. Alt hissədən eləyirik, çünki altda olan yuxalar balaca qalıblar. Onları da əlimizlə genişləndirərək digərlərinin ölçüsünə çatdırırıq. Geniş açdığımız alt qatı soba listinə, listin kənarlarını da bir qədər örtmək şərti ilə səliqəli şəkildə yerləşdirib xəmirin üzərini də yağlayırıq. Xəmirin üzərindən hazırladığımız içliyə əlavə edib hər tərəfə bərabər paylayırıq. Daha sonra börəyin üst qatı üçün hazırladığımız xəmiri də eyni qaydada nimçədən ayırıb tərs çeviririk. Arxa hissəsindən əlimizlə genişləndirərək geniş açırıq. Və bunu da börəyin üzərinə yerləşdirib hər iki xəmiri kənarlardan bir-biri ilə birləşdirib börəyin kənarlarının səliqəsiz kobud alınmaması üçün birləşən hissələri bıçaq köməkliyi ilə alta qatlayırıq. Börəyin üzərinə də yağ çəkməliyik, amma ərinməmiş yağ çəkmirik. Çünki onun tortası yanacaq və börəyin üzərində yanıq kimi xoş olmayan görüntü yaradacaq.
Ona görə də götürdüyümüz yağdan qalanını, biraz yağ qalıb, onu ocağın üzərinə qoyuruq. Tortası dibinə çöküb şəffaflaşana qədər yağı əridirik. Bu şəkildə hazırladıktan sonra belə bir yumru kəsici forma götürürük. Siz bunu fincanın ağzı ilə də eləyə bilərsiniz. Kəsici formanın diametri 11 santimetrdir. Yumru kəsici formanı börəyin tam orta hissəsinə qoyub, onun kənarlarından börəyi kəsərək dilimlərə ayırırıq. Əvvəlcə ümumi börəyi 2 hissəyə ayırırıq, hər iki tərəfdən kəsərək. Daha sonra 4 hissəyə, daha sonra isə həmin o 4 hissəni də 3 hissəyə ayırırıq. Ümumi 12 dilim alınır. Ortadakı dilimlə bərabər 13 dilim. 13 iri dilim olur. Fikir verirsinizsə, bıçaqla kəsəndə biraz çətinlik çəkirik. Çünki xəmir yumuşaqdır. Bıçağa yapışır və qalxır yuxarı. Çətin olur kəsmək. Ona görə də əvvəlcə ehtiyatla bıçaqla kəsirik. Sonra yadımıza düşür ki, bizim belə bir börək kəsən kəsici alətimiz var. Onu götürürük və hazırladığımız yağa batırıb kəsdiyimiz hissələrdən bir daha kəsirik. Dibə qədər kəsmək lazımdır ki, həm yaxşı bişsin, həm də ki, sonra dilim-dilim qəlibdən ayırmaq rahat olsun. Yenidən hər dəfə yağa batırıb kəsdiyimiz hissələrdən bir daha kəsirik. Daha səliqəli şəkildə olur belə. Bunu əvvəlcədən də belə eləyə bilərsiniz. Bizim gec yadımıza düşdü. Və yaxud elə bıçağı da yağa batırıb daha asanlıqla kəsə bilərsiniz. Kəsdikdən sonra orta hissəni də kəsici forma ilə dibə qədər kəsirik. Daha rahat çıxara bilmək üçün əritdiyimiz yağdan tökürük içərisinə, kənarlarından qaşıqla itələyə-itələyə o qəlbi də çıxarırıq. Daha sonra qəlbi yenidən yağa batırıb bir daha kəsirik, daha səliqəli olsun. Bu şəkildə səliqəli formada hazırladıktan sonra üzərinə əritdiyimiz yağdan çəkirik. Onu da qeyd edeyim ki, bu börəyin xəmiri mayasız olduğuna görə qatları, börəyin üzərini, altını yaxşıca yağlamaq lazımdır ki, həm qatlar yaxşı bişsin, içərisi çiğ qalmasın, həm də ki, sərt alınmasın börək, kövrək, yumuşaq olsun. Ümumi 250 qram kərə yağı götürmüşdük. Gördüyünüz kimi bir hissəsini, az bir hissəsini üzərinə çəkmək üçün əritdik. Ondan bir qədər qaldı. 250 qramdan biraz artıq qaldı. Qalanını bu börəyə istifadə elədik. Yəni onu demək istəyirəm ki, biraz yağ artıq qaldı. Qabda gördüyünüz qədər. Əritdiyimiz yağı sadəcə üzərinə çəkdik, qalanı qaldı. Hazırladığımız börəyi əvvəlcədən isidilmiş 210 dərəcəli sobada 40 dəqiqə bişiririk. Börək hazırdır, sobadan çıxardıq. Möhtəşəm alınıb, həmişə olduğu kimi. Üzəri xırçıltılı. Özü də ətri də elə gözəl gəlir ki, sobadan çıxaran kimi bütün mətbəxi ətri bürüdü. Hətta bütün evi ətri bürüyüb. Mən videonu sonradan montaj edib səsləndirdiyimə görə o qaldıqca, soyduqca o ətir getmir. Elə ətri gəlir. O evə daxil olanlar da onun ətrindən bihuş olurlar. Elə gözəl, ləzzətli ətri var ki, hazırlasanız özünüz görəcəksiniz. Elə ətri deyir, gəl məni ye. İçərisi də tam bişir, narahat olmayın. Baxmayaraq ki, biz bunu qoyuruq, qalır, soyuyur. Soyduqdan sonra onu soba listindən çıxarıb sizə göstərəcək. Baxmayaraq ki, soba listində qalır, o hətta altı su salmalıydı. Çünki isti-isti bildiyiniz kimi soba listində qalanda, orada soyanda sulanma ola bilər. Amma bunda elə bir şeylər olmur. İçərisi də siz dediyiniz kimi linç olmur. Əvvəllər mən linç sözünü başa düşmürdüm, nə demək istədiyinizi, amma sonra bildim ki, demək istəyirsiniz ki, içərisi çiğ qalmır. Xeyr, heç bir çiğlik yoxdur içərisində. Mən onu kəsib aydın şəkildə sizə göstərəcəyəm, özünüz görəcəksiniz qatları. Hətta çox vaxt üst qatları göstərirlər. Mən sizə alt qatları da göstərəcəyəm, necə qat-qatdır. Amma qatları nazik eləyin ki, börək sərt alınmasın. Çox vaxt görürsən ki, hazırlanır və börək sərt alınır. Amma bizdə elə bir şey olmadı, çünki qatları nazik elədik.
Siz də öz sobanızın listinə uyğun elə eləyin ki, qatlar nazik olsun ki, börək möhtəşəm alınır. Hazırlayın, özünüz görün. Hazır mövsümüdür tərəvəzlərin. İndi şomunun, ıspanağın da mövsümüdür, yazdır, birazdan olmayacaq. Nə qədər ki var, hazırlayın. Kanalımızda olan bütün börək reseptlərini bu video aşağı hissəsində sizinlə paylaşacağım. Əgər bu videonu bəyəndinizsə, like etmək yadınızdan çıxmasın, şərhlərinizi gözləyəcəyəm. Özünüz görürsünüz ki, içərisində heç bir çiğlik qalmayıb, ürək rahatlığı ilə. Baxmayaraq ki, biz şomunu, suyunu əvvəlcədən onu qovurmadıq, suyunu sıxıb atmadıq, vitamini içərisində qaldı, amma möhtəşəm alınıb, əla alınıb.